Salam, hamınızı xoş gördük. Artıq soyuq qış ayları başlayıb və hər mətbəxdə də isti xörəklər, qış yeməkləri hazırlanır. Bugün mən də mətbəximdə xəmraşı hazırlayıram. Xəmraşı Bakı mətbəxində geniş yayılmış bir yeməkdir, isti xörəkdir. Bütün mətbəxlərdə demək olar ki, hər bölgədə isti, sulu xörəklər hazırlanır xəmirdən. Bu da Bakı mətbəxinə aid olan bir yeməkdir. Əsasən küftə ilə hazırlanır, noxudla və yaxud da ki, lobya ilə hazırlanır xəmraşı. Bugün mən ağ lobyadan, yəni el arasında qaragöz lobya kimi tanınan lobyadan istifadə edərək xəmraşı hazırlayıram. Xəmraşı üçün bizə bir dənə kündə lazımdır. Ərişdə kəsəcəyəm xəmraşı üçün. Ərişdənin hazırlanma qaydası, xəmirin resepti kanalımızda var. İzləmək istəyənlər üçün videonun aşağısında linkini paylaşacağıq. Və indi xəmiri yayıb ərişdə kəsirəm. 1 ədəd kiçik soğan xırda doğranır və kərə yağında qovururuq. Qovrulmuş soğanın içərisinə 1 ədəd pomidor və yaxud da ki, hazırladığınız belə pomidor bişməsindən əlavə eləyə bilərsiniz. Kanalımızda pomidor soyutması, soyulmuş pomidor, müxtəlif reseptlər var. İzləyib baxa bilərsiniz. 2 xörək qaşığı əlavə eləyirik. Və yaxud sevməyənlər varsa pomidorlu, sadə, sarköklə də hazırlaya bilərlər. Xəmraşı adətən küftəli hazırlanır. Yağlı qoyun ətindən hazırlanmış küftələr əlavə olunur. Və yaxud da ki, qışdır, immuniteti möhkəmləndirmək üçün kənd çolpasından istifadə eləmək olar. Elə bugün mən də kəsilmiş xoruz əti qaynatmışam. Xəmraşı üçün dadlı və vitaminli körpələrə çox xeyirlidir. Qışda xəstəliklərə qarşı, xüsusən qripə qarşı çolpa əti, suyu çox gözəl antibiotikdir. Qovurduğumuz yağ soğanın üzərinə ətləri əlavə edirik. Və süzülmüş toyuq suyunu da bulyonu əlavə edirik. Zövqə görə biraz duz atırıq. 5-6 ədəd quru turşu atırıq, alça turşusu. Qaynayan bulyonun içərisinə lobyanı da əlavə edirik. Qaynayan suyun içərisinə ərişdəni əlavə edirik. Ərişdəni qazana tökdükcə qatırıq ki, yapışmasın ərişdələr bir-birinə. Təqribən 3-4 litr suya 1 yayım ərişdə bəs edir. Artıq xəmraşı hazırdır. Üzünə gördüyünüz kimi köpük gələndə hazır olduğu bilinir. Yarım dəstə keşniş və yarım dəstə şüd əlavə edirik. Və biraz da quru nanə. Artıq xəmraşı hazırdır. Dadlı qış yeməyi. Süfrəyə ətlərini bir kənarda, yəni başqa bir boşqabda da verə bilərsiniz. Və yaxud elə kasaya xörəklə də birlikdə çəkilə bilər. Xəmraşı süfrəyə sarımsaqlı sirkə ilə verilir, qırmızı sirkə ilə. Bu da xəmraşıya xüsusi bir dad verir. Soyuq havalarda qripə və soyuq dəyməyə qarşı çox dadlı və xeyirlidir. Təbii antibiotikdir xəmraşı. Hazırlayın. Hazırlayan hər kəsə əvvəlcədən nuş olsun. Videonu bəyəndinizsə like edin. Kanalı izləməyi unutmayın. Sağ olun.